olaraq oyun baxımından göstəriciyə görə Etibar qardaşımız həqiqətən o da Allah verir. Münsiflərin fikrinin tamamı olaraq bunu demək istəyirəm ki, nə olur olsun bir yarışmadır və mən hər yarışmada bir qalib olacaq. Bugünkü yarışmada Etibar bəy, qalib mən istəyərəm biz birinci gün seçim turlarında, müştəqmamızda Nərman Pəhləvan bizim üçün rəqs edəmişdir. Yaxşı, indi isə deməli, Zıqayət xanım öz sazınla bizi feyzad ediləcək. Sonunda kim tələsməsə, o Tbilisi'dəki çıxışı maha kimi vermədik. Baxa bilərsiniz, kim istəsə baxa bilər. Buyurun, hara sizə uyğun yedir. İstər orada çıxış edin, biraz orada meydan. Qanun yanları tanış eləmək istəyirəm Zıqayət xanım. Deməli, Kamil müəllim, siz tanış eləsə daha yaxşı olar. Çünki Ozal Cəmiyyəti sədrsiniz, saza sözü. Bunu təbii ki, xanım, burada yaxşı olar. Tanış elə bizə. Mən bir neçə kəlmə söz deyim Zıqayət xanım haqqında. Zıqayət İsayeva Kəlbəcər qaşqınıdır. Ermənilər Kəlbəcər rayonunu istila edəndən sonra bunlar məcburi qaydada Azərbaycanın rayonlarında yerləşməyə başlamışlar. O günlərdən də Zıqayət İsayeva. Zıqayət orta məktəbdə oxumaqla bərabər eyni zamanda Bakı şəhərinə gedib təhsil alıbdır. Azərbaycan Mədəniyyət İncəsənət Universitetinin saz şöbəsini qutarmışdır. İstedadlı qızdır. Dəfələrlə, məncə 3 dəfə olubdur. Türkiyədə yüksək yer qazanıb, birinci yerə çıxıbdır. Aşıq Şəmşir adına tədbirdə böyük sağlıq göstəribdir. Sonra isə Borçalı bölgəsində də fəaliyyət göstərir. Yer gələndə bizim toy məclislərində, şənliklərində iştirak edir. Ozan cəmiyyətində yeni yetmələri saz sənəti ilə tanış edir. İndi onun bir neçə şagirdini mən şəxsən tanıyıram. Artıq 2 ay ərzində, 2 aya yaxın vaxt ərzində həmən uşaqlar saz sənətinin sirlərini öyrənirlər. Bu da Zıqayət xanımın hünəridir. Ona öz işində uğurlar arzulayıram. Çox sağ olun. Hamınıza minnətlərə, hörmətli qonaqlar, hamınıza yeni bir mübarək olsun. Etibar qardaşımız da Allah'tan arz edirəm ki, bundan da daha yüksək rekortlara nail olsun. O nadir hallarda Etibar qardaş yetişən oğullardandır məncə. Çünki şair ürəkli, vətəni sevər, çox şeirləri var, tanışam, oxumuşam da, yəni ifadədə oxunurdu. Hamınız tanıyırsınız. Yəni öz növbəndə ona uğurlar arzulamaq
Sağ olun. Sorunuzu Tbilisi'den çıxışına baxmaq istəyirsinizsə də kimizlik qalsın. O Tbilis'deki sonucu o üstü sarı. Ben şuna vermiştim. Ağzınız olsun həmişə. Yaş bağlı da. Baxmaq istəyirsin. Özüm orada olmuşam. Söyleyeyim işte. Size eğlenin. Səni təbrik edirəm. Həmişə başarılar çəkəsən.